Dostlar, hər kəsin sabahı xeyir. Zəhmət olmasa chatda qeyd eləyərdiniz, eşidirəm mən. Pluslarla, minuslarla. Eşitməyən zaten heç minus qoymağı da bilməyəcək. Əla, əla. Necəsiz, nə var, nə yox. Ümid edirəm hər kəsdə hər şey qaydasındadır. Yeni qoşulanlar üçün hər zaman kimi qısa bir xatırlatma edək. Bugün bizim psixologiya dərsimizdir. Həftədə 2 dəfə dərsimiz olur. Üçüncü günlər psixologiya dərsimizdir. Bazar günləri isə bizim YouTube dərslərimizdir. Və üçüncü günlər bəzən də olur, fərqli biznes ideyaları, fəaliyyətlər haqqında danışırıq. Bugünkü dərsimiz, yenə də qeyd etdiyim kimi, psixologiya ilə əlaqəlidir, hansı ki, bizim qazancımıza çox böyük təsir effekti göstərir. Əgər ki, bu bilikləri biz bilməsək, əgər ki, bu ümumiyyətlə həyati məqamları anlamasaq, o bloklarımızdan azad olmasaq, ümumiyyətlə ətraf və mühitin necə işlədiyindən bixəbər olsaq, bu bizim bir o qədər də qazanc dolu bir həyat yaşamamıza gətirib çıxartmayacaq. Və yaxud da ki, elə bir məqamlara gətirib çıxarda bilər ki, müəyyən dərəcədə qazanclar var, hətta bəzən bu çox böyük, iri həcmli qazanclar da olur, amma ki, biz elə o qazancın, necə deyərlər, zibilinə keçmiş oluruq. Əslində bizim heç normal həyatımızda bir dostumuz da olmur, bir qadın da olmur, kişi də olmur, ailə həyatımızda qaydasında olmur, şəxsi həyatımızda yaxşı vəziyyətdə olmur. Nə isə bizdə həmişə çatışmır. Yəni ki, bu daxili dünyada biz həmişə qəmgin oluruq. Mütləq şəkildə böyük qazanclara getmək üçün anlamaq lazımdır bu həyatın, bu strukturun, bu quruluşun, yaradılışın mənasını. Bugünkü mövzumuzu mən başlayacağım ölümlərdən, ölməkdən bir çoxlarının deməli qorxduğu bir məqamdır bu. Amma ki, bundan qətiyyən qorxmaq lazım deyil. Əksinə, ölümə məqsəd kimi yanaşmaq lazımdır. Bəzilərimiz indi ola bilər ki, insanın son nəfəsini görübdür. Həmin o məqamlarda insanlar üçün əsas belə deyim, əksər hallarda keçirilən hiss peşmanlıq hissi olur. Bu peşmanlıq hissi də bir çox vaxt insanı necə deyərlər, qorxuları üzərindən gətirir üzr istətməyə, yaradıcı ilahi qüvvədən və yaxud da ki, bağışlanmaq hissinə, sanki o bir şuuraltı olaraq anlayır ki, əbəs yerə yaşayıbdır. Sanki o bir növ reallıq artıq gəlir, reallıq nədir? Ölüm reallıqdır, yəni ölüm qaçılmaz bir şeydir. Və başa düşür ki, bu nə kimi o hansısa bir psixologiyalardan, psixiki problemlərdən, bloklardan asılı qalma, hansısa bir adət-ənənələrin qurbanı olma, hansısa bir ətraf mühitin fikrinə görə atmış olduğu addımlar əbəs yerə imiş. Hamısı bir neçə saniyə ərzində baş verir deyənə, həmin o ölüm məqamında o insan başlayır hefslənməyə. İndi diqqətlə qulaq asaq, mən hara gətirəcəm söhbəti. Əgər ki, biz bu həyatda, bu seçdiyimiz yolda ilahi qüvvəyə, yaradana sevgimizlə xidmət etməyə bacarırıqsa, əgər ki, biz həmin o xidmət istiqamətində bizə verilən o nemətləri düzgün şəkildə istifadə edə biliriksə, düzgün şəkildə bu dünyaya, bu həyata yararlı, faydalı ola biliriksə, bizim ümumiyyətlə ölümdən bir dostluğumuz əmələ gəlir. Çünki bir məqsəd kimi yanaşmağa başlayırıq buna. Hər zaman da həmin bu tip insanlar artıq ölümə maraq göstərənlərdir. Həmin o anda da həqiqətən də o möcüzəni yaşayaraq bu dünyadan keçənlərdir. Əslində biz ölümü götürsək, gəlin mən artıq ekranımı bölüşüm sizdən bəzi incəlikləri göstərmək istəyirəm sizə. Məsələn, həyat, baxın, bunu keçən dəfə dedim dərsimizdə,
Mən məsələn yazdığım kitab var, hələ ki üzərində işləyirəm. Bu ruhaniyyatla çox əlaqəlidir. Həyat sonsuzdur. Həyat sonsuzdur. Ömürdür qısa. Bunu unutmaq, bunu beyninizə həkk eləyin. Əgər ki biz gəlsək, yəni ölümlər əslində bizim salar sistemdə, solarda, yəni ki günəş sistemində. Mən yazıram bura solar system. Ölüm Saturn planeti ilə əlaqəlidir. Baxın bu ətrafında öz kalipsosu olan, üzüyü olan və biraz da əlaqəsi var, biraz yox, kifayət qədər çox əlaqəsi var Plutonla. Ölümlə pulun birbaşa sıx əlaqəsi var. Məsələn, əksər hallarda insanların həyatında hansısa bir yaxını öləndə, valideyni öləndə, həmin o valideynindən bu insana, mən əksər hallardan danışıram, hansısa bir mülk qalır. Ev qalır, ya nə bilim, nəsə qalır, maşın qalır, falan filan, nəsə bir əşyalar qalır. Həmin bu ölümlə də bizim gəlirin sıx əlaqəsi var. Əgər ki biz nəyisə öldürə biliriksə həyatda, nəyisə belə deyim, material cəhətdən deyək, poza biliriksə həyatımızdan, həmin o boşluğu da yaratmış oluruq ki, onun tutmuş olduğu o həcm yeri boşalır, yeni bir nəsə varlıq keçə bilər bizim həyatımıza. Əgər ki biz, mən bayaq söhbət edim, ömür, məsələn, həyat uzundur. Biz baxsaq, əgər solar sistemə, baxın, bu günəş sistemi, bu bizim günəş sistemidir. Necə ki, planetlər bizim günəşin ətrafında fırlanır. Söhbət odur ki, bizim günəş, yəni mən burada sizə göstərim. Bizə astronomiya dərslərində həmişə keçiblər ki, günəş yerində dayanır. Amma ki, planetlər onun arxasında fırlanır. Belə deyil. Əslində, sun rotates the galaxy. Əslində, amma bu belədir. Günəş saatda 70.000 sürətlə hərəkət etməkdədir və arxasıca o planetləri aparmaqdadır. Biz məktəbdə bunu öyrənirik. Bizə deyirlər ki, budur, yəni ki, sistem. Əslində budur, sadəcə o başa düşülməyi üçün budur. Əslində baş verən budur. Yəni biz bu sistemə üzbəüz dayanıb baxsaq, qabaq, ön tərəfdən baxsaq, bayaqki görüntü əmələ gəlir. Amma ki, bunu 3D variantında artıq baxış bir bucağı əmələ gətirsək, biz görərik ki, günəş uçur, arxasıca bu planetləri dartır. Eyni ilə də belənçinə 200 milyarddan çox günəş var. Harada? Bizim bu süd yolu qalaktikamızda. Mən gəlirəm bura. Bu süd yolu qalaktikamızda bizim 200 milyarddan çox günəş var. Və biz burada hardayıq soruşsanız, yazıram bura, solar in Milky Way Galaxy. Burada. Yəni ki, bu boyda bir nöqtəyik də biz burada, belə deyim sizə. Dostlar, zəhmət olunsa chatda qeyd edin, görürsünüz də ekranı, yəni ki, mən də göstərirəm şəkildə. Bəzən olur, bir çoxlarımız görmür. Əla. Yəni ki, biz burada balaca bir nöqtəyik. Bu nöqtədə, yəni ki, nöqtə olduğu üçün də hələm bizim üçün böyükdür, belə deyim sizə. Bu bizim günəş sisteminin nöqtəsi. Bizdən dəfələrlə böyük günəşlər var ki, ətrafında nə bilim 500, 600, 700 dənə planet olanlar var, yəni ki, biz hələm xırdayıq onların içərisində. Belənçi galaktikalar nə qədərdir? Əgər biz kainata baxsaq, məsələn, yazsaq burada Galaxies in Universe. Baxın, bu artıq galaktikalardır. Yəni, bu artıq adamın şoka salan bir anlayış, düşüncədir ki, biz bunu görəndə, mən gəldiyin hara gətirəcəm söhbəti, başa düşürük ki, yəni biz əgər tutalım ki, bu bizim galaktika idi, biz bunun içində bir nöqtə idisə, hansın ki, bu galaktikanın tərkibində 200 milyarddan çox günəş var, hansına ki, ən yaxınına gedib çatmaq üçün bir 11 milyon işıq insan ili lazımdır və bu boyda da milyardlarla galaktikalar var, hansıların ki, tərkibində milyardlarla günəşlər var. Gəlir bu trilyonları keçir, yəni ki. Başa düşürsən ki, həqiqətən də həyat sonsuzdur, ömürdür qısa. Yəni ki, biz bu dəfəki həyatımızda fayda verə-verə yaşayırıqsa,
fayda verə-verə öz missiyamızı yerinə yetiririksə, ən birinci növbədə də özümüzə fayda verməyi bacarırıqsa, bizim növbəti etap həyatımız ölüm əslində son deyil, ölüm keçiddir. Ölüm o keçiddir ki, bu hissədə sən ölürsən, tərk edirsən, doğulursan digər bir hissə, ikinci seriyaya belə deyəksə. Yəni ki, bu bədən deyil də. Siz baxıb deyə bilərsiniz ki, mən ölürəm, siz ölmürsünüz əslində. Bu bədən, bu skafandr olaraq burada qalır. Sizin artıq bu bədəndən də daha yüksək bir hissiniz var, axı bir şuurunuz var. Yaxşı, bu şuur hara gedir? Şuur ölə bilməz axı. Şuurdur, keçid alır artıq növbəti etap qablaşdırmaya, belə deyim sizə. Həmin bu qablaşdırma bizim müvafiq olaraq yaşadığımız keçmiş həyata uyğun şəkildə daha üstün səviyyə bir rejimə keçə bilər, başqa bir qalaktikada, başqa bir həyat növünə, belə deyim sizə. Və yaxud da ki, daha aşağı səviyyədə etmiş olduğumuz səhvlərə görə daha aşağı səviyyəli bir həyat növünə keçə bilər. Harada ki, biz müəyyən dərəcədə əziyyətlərimizi çəkəcəyik. Və buradan belə başa düşmək olar ki, reinkarnasiya anlayışı əslində var. Və reinkarnasiya anlayışı da nə deməkdir? O yenidən həyata gəlmə. Yenidən həyata gəlmə ona görə yox ki, mən yaşadım, bir də gəlim bunu yaşayayım, bunun həzzi böyükdür. Yox. Sadəcə olaraq o imtahanı keçə bilmir deyəni insan. Sadəcə olaraq, yəni, saata baxıram bu dəqiqə, 11-11-i göstər. Bu da bir növ znakdır, yəni. Bu da ondan gətirib çıxardır ki, bizim bu günəş sistemində, məsələn, yaşadığımız bir neçə həyatda bizim öyrənəcəyimiz bir missiya tərkibli bacarıqlar ola bilər. Bu, yəni, sevgi ola bilər, bu pul ola bilər, bu insanların idarə edilməsi ola bilər. İnsanların idarə edilməsi də deyəndə çox adam biraz səhv başa düşür. Elə bilir ki, o belə qamçı ilə durub belə hamını vura-vura idarə eləməsin. Yox. Yəni ki, sən müəyyən dərəcədə özünü idarə edə bilirsən deyənə, sən müəyyən dərəcədə öz disiplinini yerinə yetirə bilirsən deyənə, özünü normal şəkildə yaxşı mənada istifadə edə bilirsən deyənə, sənə artıq imkan yaradırlar ki, digər insanların da həyatına təsir eləyəsən. Bu istiqamətdə başa düşürsən ki, artıq günəş sistemi nədir, Milky Way nədir, o multi kainatlıq nə deməkdir? Reinkarnasiyada bütün bu tabloya, bütün bu mənzəriyə, yəni ki, biz gəldik bir nöqtədən baxmaq istəyirik. Yenə də bunu, yəni ki, o yaradanın möcüzəsini anlamaqda kifayət qədər böyük bir informasiya deyil bu. Sadəcə olaraq bizim üzərimizə düşən bir missiyanı anlamaq üçündür. Bütün bu gedişatda, bütün bu yolda bizim elə bir bacarıqlarımız ortaya çıxa bilər ki, elə bir, necə deyim sizə, funksiyalarımız ortaya çıxa bilər ki, biz baxa bilərik ki, pul qazana bilirik, amma qazandığımız pul, məsələn, bizə bir o qədər də proses olaraq həzz gətirmir. Məsələn də, mən hansısa bir bizneslə məşğul ola bilərəm, hansısa bir işlə. Oradan, bəli, qazanc əldə edirəm, kifayət qədər, nə bilim, məbləğ gəlir mənə indi dolanmağım üçün, yaşamaq üçün. Amma ki, o məbləğ, belə baxanda, məni bir o qədər də xoşbəxt eləmir, prosesual cəhətdən. Bu o deməkdir ki, sizin hansısa bir talantınız var, hansısa bir bacarığınız var, o bacarıq üzərindən, o məşğuliyyət üzərindən, o fəaliyyət üzərindən gəlir əldə edirsiniz, amma ki, o gəliri də sizi xoşbəxt edən tərəfə xərcləmirsiniz. Bu gəliri xərcləməyin təri var, yəni ki, bunun idarə olunması deyilən bir şey var. Pulun idarə olunmasına gətirib çıxardır. Bu da bir növ çox əlaqəlidir bizim əldə etdiyimiz o gəlirin yaradıcı ilahi qüvvənin bizə bir növ qiymət verməsi ilə. Məsəl üçün, biz necə məktəbə gedəndə dərsi öyrənərik, gəlib müəllimə cavab verərik, bizə qiymət yazar. Həmin bu müəyyən bir yaş ötdükdən sonra həyatda da qazandığımız pul həmin o yaradan tərəfindən bizə verilən qiymətin bir göstəricisidir. Yəni ki, biz nə dərəcədə dərsimizi yaxşı oxumuşuq, nə dərəcədə bu həyata fayda verə bilirik. Aydın məsələdir ki, əgər mən ətraf və mühitə bir o qədər faydalı ola bilmirəmsə, yəni bədən kimi baxın da buna. Necə ki, çox əksər insanlar fikirləşir ki, biz yer kürəsində yaşayırıq və biz yer kürəsinin, belə deyək də, möcüzəsiyik. Nə bilim, biz nəsə fantastik bir varlıq. Bəli, bu belədir, fantastik bir varlıq. Amma ki, biz yer kürəsinin bakteriyasıyıq. Bunu anlamaq lazımdır. Yəni ki, yer kürəsi olmasa, biz məhv olarıq. Bu standart bir bilikdir ki, bunu anlamaq lazımdır. Günəşin şüası olmasa, biz məhv olarıq. Ayın şüası günəşdən aldığını bizə sıçratmasa, ötürməsə, ayın cazibə qüvvəsi ilə bizim su sistemlərimiz, okeanlarımız, dənizlərimiz işləməsə, bitkilərimiz oyanmasa,
günəşimizdən aldığı fotosintez hadisəsi baş verməsə biz məhv olarıq. Və yaxud da ki, hansısa digər bir planetin bizə təsir etdiyi enerjinin nəticəsində bu dəyişiklik baş verməsə bizim planetdə, biz yenə məhv olarıq və yaxud da ki, qədərindən çox baş versə məhv olarıq. Bunlar hamısı bizdən asılı olmayan, bizim kontrol edə bilməyəcəyimiz proseslərdir. Və bu bizim kontrol edə bilməyəcəyimiz proseslərdə durub demək ki, məsələn, mənim xarakterim belədir, mən dəyişmərəm, mən buyam, mən filan kəsəm, mən bu sözümdən dönmərəm, ya nə bilim nə. Bu bizi əksər hallarda gətirib destruktiv vəziyyətlərə çıxardacaq. Destruktiv nədir? Var konstruktiv, var destruktiv. Adından bəlli olduğu kimi məhv ola biləcək bir vəziyyətlərə gətirib çıxardacaq. Nə məhv olacaq burada? Bizə aid materiallar, bizə aid imkanlar, bizə aid psixoloji durum, bizim münasibətlərimiz, bizim əlimizdə olanlar. Bu səbəbdən dolayı bütün bu sistem var da, bu sistem yaradan tərəfindən, ilahi varlıq tərəfindən qurulubdur. Bu sistem günahlar dünyasıdır. Bunu başa düşmək lazımdır ki, bura gələn varlıq, insan, burada əmələ gələn həyat növü, həmin o günahı işləsin ki, həmin o günahdan müəyyən dərəcədə özünə təcrübə çıxarda bilsin ki, ağıllansın. Çünki günah işləməyən insan həyatında, ha-vaxtsa, keçmişində, gələcəyində və bir də mən səhv eləmərəm düşüncəsi ilə yaşayan, özünə yedirtməyə çalışan onu, bir də mən bunu etmərəm və yaxud da ki, heç vaxt səhv etmərəm mən düşüncəsi yaşayan insan, bir o qədər də bu sistemdən belə anlayışlı olan insan deyil. İnsan başa düşməlidir ki, nə qədər müdrik olur olsun, nə qədər ağıllı olur olsun, nə qədər sevgi dolu olur olsun, içi mən qarşı, içi hər kəs qarşı, o növbəti saniyə ərzində səhv edə bilər. Bunu qəbul etməlidir. Yəni, nə qədər imkana sahib olur olsun, o elə bir məqamda, elə bir addım ata bilər ki, yəni məndə də o qədər tez-tez olur ki, danışan məsələn, sabahsın gedirsən bir mağazaya, orada nəsə kimsə bir tərs baxırsan, sən də baxırsan tərs baxmalı ona, sonra ayılırsan ki, mən neyniyirəm? Əsl sənətkar o el dilində desək, həmin o günah anında özünü yaxalayandır. Günahdan əvvəl yox, ən çətini də budur zaten. Həmin o günah anında özünü yaxaladınsa, yolun yarısına qayıtdınsa, sənin hədiyyən var. Yox, belə bildin ki, o günahdır, ondan qaçmaq başqa bir söhbətdir. Yəni, bu sənin təcrübəndir. Həmin o anda özünü yaxalayıb addımı yarıda saxlamaq, bu sənin hünərin incə sənətindir. Dostlar, izah eləyə bilirəm nədən gedir söhbətin. Bir çox yeni qoşulanlar təsəvvür edirəm. Əla. Yəni, həmin bu şokda, Səidə xanım yazır, şokdayım. Bu sistemdə, bu yaradanın bu sistemində pul bizim belə deyək də skorumuzdur, İngilizcə desək. Bizim göstəricimizdir, bizim xallarımızdır, ballarımızdır ki, biz nə dərəcədə bu oyunda favoritlərə çönə bilirik. Biz hücumçuyuq, yoxsa ki, yedək sırada oturan. Biz tamaşaçıyıq, yoxsa ki, oyunun ulduzu. Biz kommentatoruq, yoxsa ki, həmin o stadionda olan bir tribunadakı oturacaq. Başa düşürsünüz? Hər şey bizim seçimimizdən asılıdır. Baxır, nə olmağı biz seçirik. Yaxşı insan olmaq o demək deyil ki, hamıya yaxşılıq eləməlisən. Xeyr. Yaxşı insan olmaq o deməkdir ki, sən bəzən incidə bilərsən öz sevdiyini və yaxud da ki, bəzən kiməsə ağır bir söz deyə bilərsən, bu şuurlu olmalıdır. Sən başa düşürsən ki, buna deyəcəyin bu söz, məsələn, bunu incidəcəyin bu söz, onu düz yola gətirə bilər, onu müəyyən dərəcədə ayılda bilər və yaxud da ki, qədərindən çox tərifləməməyi bacarmaqdır. Bu, yaxşı insanlıqdır. Yəni ki, qəddar ola bilməyi bacarmaqdır. Bu, artıq biz ki, yaradanın bir zərrəsiyik, yaradan
öz tərzində bizi möcüzəvi şəkildə yaradıbdır. Necə ki, o hər şeyi qədərində bacarır, sevgini də qədərində verir, mərhəməti də qədərindədir, qəddarlığı da qədərindədir, cəzalandırmağı da qədərindədir, xəstəliyi də o verir, uşağı da o öldürür, yeni uçağı da o verir, ölümə də o gətirir, var-dövlətə də o gətirir, yoxsulluğu da o verir. Necə ki, hər şeyi bu qədərində bacarır deyənə yüksək ilahidir, sənə də o şansı verir ki, seçim eləyə biləsən, qədərində hər şeyi sən istifadə eləyə biləsən. Sən hər kəsə sevgi ilə yanaşsan ki, ay səni də sevirəm, sənə də yaxşı olacam, sənə də yaxşı olacam. Əyyaş da gəlib səni istifadə edəcək, sənin sevdiyin də səni istifadə edəcək, dostun da, valideynin də səni tanımayan da. Bu bir növ özünə olan hörmətsizlikdir. Və yaxud da ki, sənə gələn biliyi hansıları ki, belə deyim, başqa bir dildə deyim, sənə gələn hansısa bir biliyə sən xərcləmirsən 3 ilini, 5 ilini, 10 ilini, yəni bu söhbət biznesdən tək getmir. Lap belə ruhaniyyatdan olsun, lap belə nə bilim, başqa bir mövzu olsun. Sən o biliyə çatan kimi çıxıb balkona haykırmağın ki, ay cəmaat, mən bunu belə eləyəm, belə olmalıdır. Həmin o 3 il, 5 ildə xərclədiyin vaxtına olacaq hörmətsizliyindir. Sənin öz ruhuna ola biləcək hörmətsizliyindir ki, o boşqabda da cavabı paylayırsan deyənə, sənin yalnız hədiyyən başdan bir qapaz ola bilər yüksək ilahi tərəfindən. Burada gəlir çıxır, yenə də həmişə təkrarladığım bir söz var, susmaq qızıldır anlayışına. Susmaq qızıldır ona görə yox ki, ağlı danışmaq. Ona görə ki, həqiqəti bilə-bilə susmaq. Həqiqət də ancaq verməlisən kimlərə? Kimlər ki, onu haqq edir. Kimlər ki, buna hazırdır, sənə sual verir və yaxud da ki, sənə ödəniş edir və yaxud da ki, sənə gəlib özü nə isə sifariş verir, səndən nə isə sorğuluyur, istəyir, almalıdır bu səndən. Və sən bu məlumatı, bu biliyi, ya bu bacarığı, ya bu məhsulu və yaxud da belə deyək də, əgər ki, kimsə Ferrari avtomobil alıb, gedib yüksək sürətlə ağaca çarpılırsa, o insan düşüb oradan demək ki, Ferrari'nin əyləc sistemi düzgün işləmir, bu sadəcə olaraq insan özünü illüziyaya salmağıdır. Lap belə əladır ki, sadəcə olaraq sən hazır deyildin o sürətə. Həmişə baxmaq lazımdır. Yəni ki, mən nəyi bacarıram, nəyə özümü hazıram, nə istiqamətində, nə dərəcə addım atmalıyam. Mən tutalım ki, böyük bir fəaliyyət sahibi olmaq istəyirəm. Aydın məsələdir ki, bu dəqiqə mənə versələr o fəaliyyəti, yəni qeyri-birisinə, idarə edə bilməyəcəksən sən onu. Çünki sənin nəinki o fəaliyyəti, sənin iki insanın həyatına təsir etməyə təcrübən yoxdur. Sənin məsələn maaş hesablamaq təcrübən yoxdur. Sənin nə bilim hansısa bir gəliri hesablayıb ziyanını oradan çıxardıb karını hesablayıb növbəti aya reinvestisiya etmək qabiliyyətin yoxdur ki, birinci, ikinci ayda zaten sən şturvalı itirəcəksən. Amma ki, bunu həqiqətən də istəyirsənsə, sən bunu addımlayaraq zamanla gəlib ona çıxacaqsan. Bu səbəbdən dolayı əksər imkanlı ailələrin, əksər hallarda, əgər biz götürsək qlobal səviyyədə imkanlı ailələri, bunlar uşaqlarını zaten uşaqlıq dövründən maliyyə savadlılığına elə öyrədirlər, elə bir təhsil keçirlər, elə bir biliklər onlara ötürürlər ki, həmin o ailələrin davamçılarında həmin o məktəb, həmin o necə deyək, bacarıqlar öz effektivliyini itirmir. Amma ki, məsələn, orta təbəqə və yaxud aşağı təbəqəni götürsək, kimlər ki, hansısa bir şəkildə çıxış eləyə bilir o təbəqədən və keçid alır imkanlı səviyyəsinə, onlar əgər uşaqlarına öyrətmirlərsə, yəni ki, uşağı da öyrətmək o demək deyil ki, onu bahalı məktəbə göndərmək, o demək deyil ki, onu Oxforda göndərmək, Cambridge-ə göndərmək. Xeyr, ümumiyyətlə, maliyyə savadlılığını öyrətmək çox-çox ayrı bir mövzudur, hansı ki, məktəblərdə keçilmir. Ümumiyyətlə, bu danışdığım söhbətləri öyrətmək tamamilə ayrı bir mövzudur ki, bu da ki, ancaq öz başınıza öyrənə bilərsiniz. Yəni, açıq bir kitabxana var, hansının ki, adı telefondur. Və yaxud da ki, baxdığınız bu dəqiqə ekranlar, kompüter, internet, hamısı açıqdır. Girib öyrənmək olar. Nəyə gətirim sözümü? Əksər imkanlı ailələr də öz uşaqlarına ötürürlər deyənə bu bilikləri. Həmin o uşaqlar və yaxud da ki, növbəti o pokoleniyada, ruslar demişkən, nəsil, həmin bu var dövləti zaten bitirəcək, yeyəcək. Yəni ki, top 100-ə baxsaq biz, əgər bugünkü milyarderlər arasında, biz daha hətta top 10-u götürsək, baxın, Google şirkəti qarajdan başlayıbdır. Yəni, Facebook'u götür, pansionatdan başlayıb. Sonra Oracle şirkətini götürək, öz otağından başlayıbdır. Elon Musk'ı götürək,
pilləkənlərdə yatırdı ofisində. Sonra kimi Jeff Bezos'u götürün, o divara Amazon yazmışdı fısıltı ilə. Yəni hamısı, yəni bilməyənlər üçün burada gəlin bir də göstərim. Məsələn, burada yazaq Jeff Bezos First Wife ilk yoldaş First Office yazarlar. Yəni Amazon, baxın ya Amazon nədən başlayıb. Yəni bu insan o dərəcədə özünə inanırdı ki, bu bir dənə divarına kraska ilə yazmışdı Amazon.com, kitab satmağa başlamışdı ilk dəfə. Bu səhv eləmirəmsə 95-96-cı illərdir, səhv eləmirəmsə. Yəni sizin hər şey asılıdır seçiminizdən. Həmin bu sistemə gəlib düşürük, biraz söhbətin əvvəlinə qayıdım. Bu sistem var axı, yaradanın yaratmış olduğu sistem. Bu sistemdə artıq bizim, əgər astrologiya ilə götürsək, bizim həyatın, bu dəfəki həyatın, bu dəfəki bu bədənə düşməyimizin, ümumiyyətlə yəni bu 12-li bölük sistemindəki bizim həyati yolumuzu götürsək, bu başlayır həmişə bizim 35-36 yaşımızda, həyati missiyamız. Həmin 36 yaşımıza kimi sinxronizasiya gedir. Sinxronizasiya sözünü də Carl Gustav Jung gətiribdir psixologiyaya. Ondan sonra məsələn bu söz çox keçid eləyibdir sinxronlaşdırmanı, həm elektronikaya. Məsələn biz təzə telefon alırıq, Android və yaxud da ki Apple. Sinxronizasiya edirik bizim keçmiş model telefonumuzdakı kontaktlarımız, iCloud-dakı fayllarımız, ya nə bilim videolarımız falan filan yüklənir həmin o təzə aldığımız telefona. Çox qısa bir müddət ərzində. Həmin bu ilk 36 ilə baxsaq biz həyatımızda, bu sinxronizasiyadır bizim keçmiş həyatla, keçmiş həyatdan öyrəndiklərimizdə. Bu səbəbdən dolayı bizim talantlarımız olur, bizim xüsusi bacarıqlarımız olur ki, bu ana vətndən çıxanda biz artıq onu bacarırıq. Məsələn, nə bilim, hansısa bir hesablama qabiliyyəti, ya nə bilim, hansısa bir iş, hansısa bir nəyisə çəkmək, ya nə bilim, nəyisə bir yaratmaq, əl işləri falan filan. Ona görə ki, bu keçmiş həyatlar ya yarımçıq qalıbdır, ya da ki, bunu artıq mükəmməl səviyyədə biz bacarırıq deyən, növbəti bu həyatda lazım olan yeni missiyamızda bizə bu kömək eləyəcək. Nə qədər ki, çox bir insanın talantı var, hər tərəfli müxtəlif istiqamətlərdə biliyi var, rahat öyrənə bilir, neyini? Bu insan bir o qədər qədim ruhdur, bir o qədər köhnə ruhdur, belə deyək də. Və nə qədər ki, bu insanın biliyi çox alır, bu insan başlayır həqiqətən də o mənanı anlamaqda ki, bir növ bu sistemdə sərkərdəyə çönə bilər. Əgər ki, bu sözləri kimsə eşidirsə, söhbət bu dəqiqə məndədir, söhbət bu dəqiqə sırf sənin özündədir, baxırsansa bu videoya, yəni kütləb, hər bir ayrı-ayrılıqda götürək də. Bu da ona gətirib çıxardır ki, sən də həyatında müəyyən dərəcədə bir işlərdə öz imzanı atmısan, dəxli yoxdur neçə yaşın var və yaxud da ki, çox cavansan bu dəqiqə bu sözləri eşidirsənsə sən, söhbət məndə deyil. Söhbət ondadır ki, həyat sənə bu sözləri mənim cez ağzım translyasiya eləyərək eşitdirir. Sadəcə sən buna layiqsən deyənə bunu eşidirsən. Baxın, bu incəliyirəm mən. Söhbət bunda deyil ki, mən nəsə ağıllı insanam, mən nəsə çox bilirəm. Yox. Söhbət ondadır ki, sən buna layiqsən artıq ki, bu informasiyalar yaradıcı qüvvə tərəfindən sənə ötürülür. Yəni, yaradan da ki, elə bir ilahi bir qüvvədir ki, məsələn, bu kompüter bizim beynimiz yaradıbdır, bu insan bədənini isə yaradan yaradıbdır. Yəni, və yaxud da avtomobili biz yaratmışıq, radionu biz yaratmışıq. Artıq o radioda gedən musiqi sözlərində, hansısa bir avtomobilin nömrəsində, qapının üzərindəki rəqəmdə, bu dəqiqə Elşadın burada danışdığı sözdə yaradan səninlə həmişə danışır. Ya o səninlə belə göydən ağız açıb danışmayacaq heç vaxt. Onun buna vaxtı yoxdur. O sadəcə o energetik səviyyədə göndərir. Sənin bu dəqiqə yaşamış olduğun mühitdəki material varlıqlar üzərindən sənə geri dönüş eləyir. Nə dərəcədə sən düz yoldasan, yoxsa yox. Necə ki, mən bayaq başım, məsələn, saata baxdım 11-11-i göstərir. Yəni bu gəlib çıxır məsələn 4-də, 4 nədir? 4 həmin bu 12-lik sistemdəki 4 elementin yəni rəqəmidir. Mənim üçün çox möcüzəvi rəqəmlərdən biri. Alov, su, torpaq, hava. Hansın ki, mən başlamışdım bu dəqiqə astrologiyaya, planetlərdən danışmağa. O 4 elementdən istifadə olunur, bu insan həyatı yaranılır. Bizim qızdırmamız var, istilikdir, alov, havamız bizim nəfəsimizdir, su canımızdadır, torpaqdan da ki, yaranmışıq yəni biz. Bu qədər, yəni ki, qıraqdan baxsaq bir tərəfdən sadə, bir tərəfdən çox möcüzəvi, yəni biliklərdir bunlar. Bu sistemdə biz alsaq əgər o mövqeyini ki, biz başlayırıq yaradana xidmət etməyə, bu artıq bir növ həqiqətən də dini ekstaz vəziyyətinə gətirib çıxardır bizi. Həmin bu xidməti birinci növbədə biz başlamalıyıq, əgər biz istəyirsə pulumuz artsın. İlk növbədə biz başlamalıyıq özümüzə xeyir verməklə. Biz ilk növbədə yaddan çıxartmalıyıq ailəni.
biraz qəddar səslənir o. Mən də yəni ilk dəfə bu biliklərə gələndə o adama biraz çox belə təsir edir. Əgər ki bu sözləri eşidəndə məndən sizdə o abastreniya deyirlər də rus dilində, o içəridən biraz belə alovlar gəlirsə, biraz bu necə vəziyyətdə mən sizə izah edeyim. Bir tərəfdən o stereotip qırılır. Sənə çox çətindir bu stereotipi qırmaq. O bir tərəfdən şuurun başa düşür ki, burada məntiq var, burada logika var, burada hiss edirsən ki, intuitiv yolla hiss edirsən ki, bu həqiqətdir. Amma sənin bu günə kimi o yaşamış olduğun o parametrlər məhv olmağa gedir deyənə, beyin səndə başlayır siqnal verməyə ki, qorunmaq zamanıdır, qəbul etmə bu informasiyanı. Mən demirəm ki, bunu qəbul etmək lazımdır. Mən deyirəm ki, əgər bu baş verirsə, əksəriyyətinizdə, bu çox gözəl bir şeydir. Bu o deməkdir ki, sizin artıq bir növ toxumlar düşür beyninizə. Sadəcə olaraq bundan sonraki həyatınızda və bundan əvvəldə baş vermişləri müqayisə edəcəksiniz bu biliklərlə və müqayisə etdikdə artıq görəcəksiniz ki, doğrudur və bundan sonraki baş verənlərdə də yenə o bilik sizin beyninizdə daxil, o tip yanaşma ilə başlayacaqsınız paralel olaraq yanaşmağa və əvvəlki yanaşma qaydanızla görəcəksiniz ki, bu yeni qaydalar həqiqətən də sizi daha xoşbəxt olmağa gətirib çıxardır. Ailəni yaddan çıxarmaq lazım, nə deməkdir bu? Ailəyə görə yaşamaq lazımdır, mən demirəm, yaşamamaq lazımdır. Yəni, bu ona gətirib çıxarmır. Bu ona gətirib çıxardır ki, birinci növbədə başa düşmək lazımdır ki, biz elə bir ölkədə yaşayırıq ki, burada çox əladır vəziyyət. Yəni, burada mən həmişə dediyim bir söz var, heç kim o vəziyyətdə öyle belə sürünə gəldi, sən elədi, qabanda acından öldü. Bu ölkədə də ölüyor. Əgər ki, sənin bugünkü gün internetlə mənə baxmaq imkanın varsa, bu artıq möcüzədir. Bu deməkdir ki, sənin internetə çıxışın var. Bu deməkdir ki, sənin artıq özünə edə biləcək yatırımın var. Bu deməkdir ki, artıq əlindəki o kompüter, məsələn, uşağımız varsa, boş olanda biz evdə uşağa vermək lazım deyil, o multfilmə baxsın, məsəl üçün. Və yaxud da ki, nə bilim, başqa bir işə yatırmaq lazımdır bu zamanı. Həqiqətən də o zaman çərçivəsində özünə yatırım etmək lazımdır. Hansısa bir kursa yazılaraq, hansısa bir bilikləri öyrənərək, hansısa bir özünə fayda verə biləcək yatırımlar edərək. Əgər bir insanın böyür başınızdakı nə dərəcədə sizə xeyri ola biləcəyindən xəbərdar olmaq istəyirsinizsə, nə dərəcədə xeyri, sadəcə olaraq o insanın telefonunu götürün, xahiş edin ki, ondan Instagrama girsin. Deyəcəksiniz niyə? Instagrama girəndən sonra Explore düyməsinə klik edin. Onun əlində qalsın elə telefon. Axtarışda search-ünə. O search-ündə həmin o insanın maraq göstərdiyi bütün mövzular çıxacaq. Ya siz orada görəcəksiniz, bu insan nələrə baxır. Bu insan əksər hallarda baxırsa, əgər belə deyək də, kim harda soyundu, kim kimlə görüşdü, kim harda oxudu, kim nə bilim başına daş düşdü, kimi evi yandı. Biləcəksiniz ki, bu insandan sizə bir xeyir gəlməyəcək. Əgər ki, bir insan nə bilim o lentasında siz o Explore-da görsəz ki, bu həqiqətən də maraq kəsb edən mövzularla məşğuldur. Nə bilim, ruhani inkişafla, bizneslə, idmanla, bəsair və ilaxır kimi mövzuya uyğun olaraq siz artıq tutacaqsınız. Bu sizin dünyanın adamıdır. Bu dediyi kimi var, yoxsa yoxdur. Bu çox belə standart primitiv bir yoxlama yoludur. Eyni ilə də özünüzü. Girirsiniz, yəni bunu qəbul etmək lazımdır. Girirsiniz Instagrama, klik edirsiniz, həmin o search-ə. Baxırsınız ki, siz nəyə baxırsınız. Bu dünənə kimi bizdə illüziyadır, biz ona fikir vermirdik. Hətta bəzilərimiz elə kateqoriya insanlar var ki, oraları gizlədilər hətta. Ancaq belə hətta dostlar var ki, çayxanada da otursalar, ya nə bilim evdə də otursalar, ya nə bilim qızlar var, podruqalar yanında olsa, biraz belə istəmir o iş hissələri kimsə görsün. Mənim intim həyatımdır. Niyə intim deyəndə də çox adam başa düşür, o cinsi cəhətdən intim. İntim yəni ki, mənim gizli həyatım. Başa düşdük, tamam da sən gizli həyatında nəsən? Nə dərəcədə fayda verə bilirsən? Yoxsa sən qurbanısanmı? Gəlib çıxırıq nəyə diqqətə? Diqqət birinci növbədə hardadırsa, pul oradadır. Ya sizin diqqətinizi cəlb edirlər, həmin o diqqət cəlb edən tərəf qazancdadır, ya siz diqqət cəlb edirsiniz, siz qazancdasınız. Və yaxud da ki, diqqətimizi verdiyimiz tərəf bizə geri dönüş qaytarmırsa, yenə də qarşı tərəf qazancdadır. Məsələn, nümunə götürək. Əgər ki, biz baxırıqsa hansısa bir açıq danışım, girəm sosial şəbəkəyə, baxıram, hansısa müğənni belə biraz vid fasondan qəşəng oynayır, falan hərəkətləri, mən ona baxıramsa,
və yaxud da ki, hansısa bir model, və yaxud da ki, nə bilim, hansısa bir, nəsə bir oxşar bir situasiyadırsa bu, ya nə bilim, hansısa bir maşındır, ya nə bilim, hansısa, mən demirəm, baxmaq lazımdır, tamam. Amma ki, nəticədə nə baş verir? Bizdən diqqət alırlar. Həmin o diqqətə görə onların izlənmə sayı artır, izləyiciləri artır. Həmin o vaxt keçirtdi deyənə insan bu videoya görə, o videonun sürətlənməsi artır. Qazancı da kimdir? Həmin o videonun yiyəsi. Həmin o müğənni və yaxud da ki, digər bir prosesi göstərən video. Amma əgər ki, tutalım ki, mən baxıramsa, bir primitiv bir standart bir şey deyək də, hansısa bir yoga asanasına necə dayanmaq lazımdır? Diqqətimi apardı, tamam, bu qazancadır. Amma mən də ondan öyrəndim. Sabahsın səhər saat 6-da durub mən onu eləyirəmsə, bu artıq mənim diqqətimdən geri dönüş olan yatırımdır. Və yaxud da ki, nə bilim, baxdınız hansısa bir coaching videosuna, o sizə psixoloji nəsə təsir elədisə, o təsirin altında artıq sizdə dəyişiklik baş versə, bu 15 saniyəlik bir video ola bilər. Məsəl üçün, o verdiyiniz diqqət sizə geri dönüş elədi. Mütləq şəkildə birinci bu diqqəti abrabotka eləmək lazımdır, ruslar demişkən, emal etmək lazımdır. Emal etmək nədən başlayır? Biraz qayıdıram söhbətin əvvəlinə. Bizim öz doğmalarımıza qarşı olan paxıllığımızda. Niyə mən bu doğmalara yapışıram? Çünki bizim ətrafımızda birinci növbədə doğmalardır. İlk növbədə onlar bizə şuuraltı heç özlərinin də xəbəri olmadan, şuuraltı yox, belə də şuursuz olaraq, belə deyim, özlərinin də xəbəri olmadan maneəçilik törədirlər. Əgər ki, məsələn, belə deyək də, bizim bizdən əvvəlki pokoleniyanı götürək, nəsli. Əgər ki, onlar deyirlərsə, sənin həyatda ən vacib bir şey pensiyadır, həyatda ən vacib bir şey pensiyadır və sənə uşaqdan bunu beyninə yedirdirlərsə, bu pis şey deyil. Başa düşmək lazımdır ki, onlar o mühitin məhsuludur deyənə, onların psixologiyasına hop deyənə, sən istəsən də onları bugünkü gün dəyişə bilməzsən. Sənin durub onlarla mübarizə aparmağın, sənin axmaqlığın olar ki, öz ailə üzvlərinlə öz münasibətini zibil eləyəcəksən. Sənin bu dəfəki incə sənətin, sənin bu dəfəki müdrikliyin, bu dəfəki cəngavərliyin, bu dəfəki həqiqətən də o şahzadəliyin, qadınlığın, kişiliyin ondan ibarət olmalıdır ki, sən onları incitmədən, onların dediyinin əbəs yerə səslənməsinə səbəb olmadan öz istəyinin arxasına getməkdən. Yəni ki, daha sadə dildə desək, tamam, siz dediyinizdir, amma arxa planda öz bildiyinizlə məşğul olmaqdan. Hansı da o öz bildiyiniz və sizi gətirib bu uğura gətirəcək məqamlarla diqqətinizi, fəaliyyətinizi, məşğuliyyətinizi, vaxtınızı düzgün yatırım etməklədir bu. Və sabahsın nəticəsində, fərz edək ki, YouTube kursuna qoşulmusunuz. Fərz edək ki, o YouTube kursu sizə başladığınız işə 2 ay, 3 ay, 4 aydan sonra 5-10 manat gəlir gətirəndə, həmin o gəliri, həmin o bizim bu yaxınlarımız görəndə, valideynlərimiz görəndə, əmimiz, dayımız görəndə bizdən başlayacaqlar artıq danışmağa. Həmin o dünənki mübahisələri itəcək, bizə artıq alim kimi baxacaqlar. Nəyə görə? Çünki əslində söhbət onlarda deyil. Necə ki, mən bayaq qeyd elədim, mənim ağzımdan çıxan sözləri əslində siz rus demişkən, zaslujivать eləyirsən deyən, həyatda attığın addımlara görə bunları səslənirsən. Eləcə də valideynlərinin sabahsın və yaxud da ki, yaxınlarının, qohumlarının və yaxud da ki, nə bilim, sənin ətrafındakı dostlarının, hansı ki, dünənə kimi sənə inanmırdı, bugünkü gün sənə tərəf danışmaları, sənə dəstək olmağı əslində həyat tərəfindən sənə olacaq mesaj ki, bəli, sən bunu etdin, sən buna layiqsən. Söhbət yəni yenə də valideyndə olmayacaq. Söhbət yaradanın səninlə danışmağında olacaq. Əgər ki, biz xəyalımız danışıq yeri, işimizin danışıq yeri, ya nə bilim, tutduğumuz yoldan əl çəkmiriksə, hər zaman yadda saxlayın, qarşımıza çıxan, bizi həvəsdən salan, bizi etməməyə çağıran, bizi yoxlayan kimdir? Şeytan, nəfsimiz, nəfsimizin o, belə deyək də, qurbanı da ola bilərik. Həmin onun idarəsini ələ alıb, yaradanın favoritinə də çevrilə bilərik. Bu yolda əslində bu, həmin o insanların içindən səslənən, bizə ətrafdan sıxıntı gətirən bütün amillər də elə yaradanın tapşırığıdır ki, bizi sadəcə olaraq bu mələklər yoxlayırlar ki, görək nə dərəcədə biz tutduğumuz yoldan əl çəkəcəyik. Məsələn, belə deyim də sizə, insanlar ailəni götürək. Tutalım ki, bu aid idi
İlk videoda bu qədər fikir dəyişikliyində başa düşdüm ki, dəyişə bilərəm. Pullu bilik budur əzizim. Elə biraz başqa cür səslənir yəni ki də. Buna görə də maksimal dərəcədə faydalı olmağa çalışıram sizə. Nəyə gətirdim sözü? Bu bayaqdan məsələn son bu 5-10 dəqiqədə danışdığım aid idi əgər bizim valideynlərimiz varsa. İndi gəlin biraz söhbəti dəyişək. Danışım əgər biz özümüz valideyniksə. Məsələn mənim 3 uşağım var, belə deyim sizə. Mən nə deyirəmsə ümumiyyətlə indi psixoloji bir kanalda başlayıram. Mən nə deyirəmsə hamısını öz həyatımda istifadə etdiyim, test elədiyim, öz həyatıma inteqrasiya elədiyim biliklərdir. 20 ilə yaxındır ki, bu astrologiyanı, psixologiya, ruhaniyyatı öyrənir. Bu mənim yaralı yerimdir. Çünki mən uşaqlıq illərindən çox narahat edən bir sual olubdur məktəb dövrlərindən ki, niyə var da bu, niyə bu həyat var? Yəni yaradana niyə bu lazımdır? Yəni bu üzr istəyirəm belə bir çoxları üçün bir başqa cür səslənə bilər. Bunu ümid edirəm anlayacaqsınız nə demək istəyirəm. Yəni bir o qədər də bu səsləndiyi kimi deyil o məna. Amma belə bir sual verdim də, yəni ki bu yəni darıxırdımı götürdü bu bütün dünyanı yaratdı belə? Yoxsa ki məsələn bir çox dinlərdə deyilir də o bütün hər şey bilir necə olacaq, bütün hər şey bilir necə sonlanacaq. Yəni oturub fikirləşirmiş, bu bilirsə bu hər şey necə olacaq, bu yaratmağın mənası nədir? Əgər bilirsə də hər şey belə olacaq, niyə də axı bu biləcəyim bir şey? Bu həvəs qalmır axı. Yəni hətta mən ondan dəfələrlə milyardlarla kiçik bir varlığam da, düşüncə cəhətdən götürək, enerji cəhətdən. Mən onun bir hissəsiyəm də. Yəni mənim üçün bu hətta maraqsız gəlir. Yəni necə ona maraqlı gəlibdi bu biləcəyi bir şey yaratmaq. Bu sual məni uşaqlıq dövründən, uşaq deyəndə bir olar da 6-cı, 7-ci siniflər. O dövrdən bəri dəhşətli dərəcədə narahat eləməyə başlayır ki, başlayıram bu dinlərə. Və sair və daha çox başınızı artmayıb bu yol belə başlayır. İndi gələk o valideyn olmaq məqamına, paxıllıq söhbətində. Bu mən çox adam tanıyıram içimən qarşı vaxtilə qazancını ancaq tökür uşaqlara. Mən yenə də deyirəm, o demək deyil ki, qazancı xərcləməməlisən uşaqlara, ailəyə. Söhbət odur ki, qazanıram, tutalım ki, 1000 manat simvolik deyək. O 1000 manatın fərz edək ki, bir 600-700 manat da mənim minimal xərclərimdir bu ay ərzində. Fərz edək, nə bilim, bazarlığım falan filan, işıq pulu, su pulu. Yerdə qalır bir 200-250 manatım, 300 manatım. Onu da aparıb xərcləyirəm uşaqları gəzdirməyə. Əla, tamam. Bu o deməkdir ki, sən o xamyakın qrupundasan. O siçan qrupu var, dairəsi içində qaçır. Sən oradan çıxa bilməyəcəksən, bu o deməkdir. Mən indiyə qədər xatırlayıram, məsələn, bayaq deyirəm, nə deyirəmsə, həyatımda öz yaşadıqlarını. Bizim ailə çox imkanlı olubdur. Mənim babam nazir olubdur. Belə deyim sizə, Naxçıvan Daxili İşlər Naziri. Atam uzun ömür boyu vəzifələrdə işləyibdir, əmim də. Mən universitet dövründə evlənənə kimi, mənə evlənmişəm 25 yaşımda, 2012-ci ildə. Evlənənə kimi mənə 11 dəfə maşın alınıbdır. Evlənirəm, işləyirəm qayda polis sistemində. Çox dəhşətli bir dərəcədə qəşəng vəzifəm var idi. Bu söhbətlər də paralel oxuya gedirəm. Amma ki, yəni aydın məsələ ki, bu 10 il bundan qabaqki bilik, indiki biliklə yəni fərqli idi. Bu dərəcədə də bilmirdim dərindən. Nəyə gətirirəm sözümü? Elə bir məqam gəlir çıxır ki, mən işdən çıxası oluram. Atamın çox böyük problemləri başlayır. Ümumiyyətlə əlimizdə nə var idisə, belə deyim sizə, 2 il ərzində biz hər şeyi itiririk və minusa gedir bizdə hər şey. Mən artıq qızım olmuşdu, 3 ayda olmuşdu qızım. Mənim 84 min borcum var idi, evimi artıq qoymuşdum banka. Maşınım da yox idi, işdən də çıxmışdım falan filan. Çox girişməyim o söhbətdə, nəyə gətirəm söhbəti? Uşaq belə məqam gəlmişdi ki, məsələn, qızım yaxınlaşır, deyir ki, mən falan oyuncaq istəyirəm. Nəyə gətirəm sözümü? Bizim də binanın altında çox böyük bir oyuncaq mağazini var idi. İndi də var həmin o mağazin. Deyirdim ki, qızıma gəl səninlə oyna. İnarsınız, yəni o dərəcədə artıq bu biliklər insana kömək edir ki, həmin məqam, məsələn, mən fikirləşirəm, başqa bir adam olsaydı, məsələn, bu illər ərzində oxumamış olsaydı o məqamları,
dəhşətli dərəcədə kövrələcəkdi, dəhşətli dərəcədə ona psixoloji təsir edəcəkdi o söhbət. O gedib fəhləlik də olsa yenə də onunla məşğul olacaqdı ki, nədir bu uşaq məndən oyuncaq istədi, ya nə bilim bunun pampersi yoxdur, ya nə bilim bu Aptamil yeməlidir, bu nə bilim tutaq ki, Fiktamil içməlidir, bu filan çay buna lazımdır, filan qazın çıxmaq üçün filan vitamin lazımdır. Sanki biz də göy uşaq bunların hamısını yemişik, bizim də super pampersimiz var idi, особенно atalarımızın, babalarımızın yəni ki, bunlar hamısı bundan böyükdür, bu da bundan böyüməlidir. Çox başqa adam olsaydı, biraz o məqam onu təsir edəcək, gedəcək, vadar edəcəkdi özünü, həmin o anki məşğuliyyətindən ayrılsın, başqa bir işlə məşğul olsun. Mən nə edirdim? Dedim ki, bala, əla, iqruçka istəyirsən, amma ki, bu dəqiqə biz bir dənə oyun oynayacağıq səninlə. Düşürük mağazinə. Mən səni gəzdirəcəm o mağazini. Ürəyin hansı iqruçkanı istəyir, hansı kutulanı istəyir, götür qucaq, amma almaq olmaz oradan. Belə onun üçün də sözdür. Yoldaşım da baxır mənə. Baxır, yəni deyirəm, çox qansız hərəkət edirsən. Deyirəm, yaxşı da qansız hərəkət edirəm. Bu dəqiqə bizim əlimizdə var bu qədər məvacib, bu qədər pul. Mən gedim, tutalım ki, simvolik deyək də, mənim bu dəqiqə əlimdə var 200 manat pulum. Mən gedim bunun 30 manatını verim kuklaya. Nədir? Bu uşaq bununla bir gün oynayacaq. Ki, mən də ona baxdım, dedim, mən nə zor atayam. Bu axmaqlıqdır, bu atalıqdır, inanın mənə. Yəni, çox üzr istəyirəm ifadəmə görə, bu da həqiqətən axmaqlıq. Bu, sənin amma uşağın gələcəyini fikirləşməməyin deməkdir. Bu, bundan maksimum oynayacaq, yəni 1 saatda, yəni 2 saat olsun, 1 gün. Amma ki, sən 30 manata bir həftəlik bazarlıq eləyə bilərsən də minimalları. Nə bilim, bir kartoşka soğanlı yağı ala bilərsən. Bu səbəbdən dolayı ailəyə qarşı biraz qəddar olmaq lazımdır. Yaxşı mənada. Bunu da özünə sən şərt seçməlisən ki, tamam, bugün mən sənə bu qəddarlığı eləyirəmsə, bugün mən sənə bunu etmirəmsə, mənim də valideyn borcumdur ki, gələcəkdə bu günlərin əvəzini çıxmaq. Gələcəkdə mənim imkanım gələndə sənə bu günlərdə mənə bu dərsi verdiyin üçün, bu xatırlatmanı etdiyin üçün bu hərəkət, sən indi uşaqsan, başa düşmürsən. Mənə bu dərsi öyrətdiyin üçün mənim də üzərimə düşür səni keyfiyyətli insan eləmək, səni gözəl yerlərə gəzdirmək, dünya görüşü açmaq, sənə gözəl bir savad vermək və s. və ilaxır kimi. O demək deyil ki, gedək mən sənə ən bahalı maşın oyuncağını alım, ki, mən əla atayam. Yəni, heç birimizin bizim qarantiyamız yoxdur, bizim uşağımız. Yəni ki, mən nə qədər ağıllı insan olum, mənim heç bir qarantiyam yoxdur ki, nəvəm, nəticəm, bunlarla hamısı ağıllı olacaq, yoxsa bəlkə bir axmaqların biri olacaqlar. Bəlkə biri bomba kəşf eləyəcək, aləmi qıracaq, bəlkə biri alim olacaq. Mən maksimal dərəcədə özümlə məşğul olmalıyam. Mənə yaxşı olmalıdır ki, mənə yaxşı olsa ailəmə yaxşı olacaq. Ailəmə yaxşı olsa, deməli ki, mən bir neçə nəfərin insanı həyatını dəyişə bildim. Hamı öz ailəsinə faydalı ola bilsə, yaxşı mənada, bütün dünya zaten gözəlləşər. Həyatın mənası yəni budur. Gəlib çıxır o uşaqlara görə yaşamaqdan azad olmaq. Bu 1 il, 2 il, 3 ay, 5 ay eləyirsə, baxırsan ki, çox adam, belə deyim sizə, deyir ki, investisiya eləmək üçün, məsələn, yatırım eləmək üçün pul olmalıdır. Mən heç onu aydın 50 manat ata bilirəm qırağa, onunla nə investisiya olacaq? Fərz edin ki, çox demirəm də, 100 manat ayda sizin əlavə gəliriniz var. Nəsə də, lap belə düşünək ki, siz YouTube kursundasınız. Bu kanal inkişaf edir, get-gedə gəlir. Sənin buradan gəlirin gələcək. Artıq xərclərə çıxırsan, fərz edək ki, artıq müəyyən dərəcədə indi həyatda əziyyətdən yavaş-yavaş özünə xərcləmək istəyirsən. O yerdə qalan məbləğləri mütləq şəkildə yatırım etməlisən. Bütün bu pullar var, bütün o sentlər və qəpiklər və sərkərdə kimi yanaşmalısın. Sən həmişə fikirləşməlisən ki, bu qəpiklər mənim qabaqda vuruşan əsgərlərimdir. Bunlar gedib 2 əsgər olaraq qayıtır, 2 qəpik olaraq həmişə qayıtmalıdır mənə. Əgər ki, biz götürsək, məsələn, 10% artımla, məsələn, belə deyək də, bu dəqiqə siz çox da var, tutalım ki, gedək kriptovalyuta alırıq da. Biri var, gedib $1000 kriptovalyuta alırıq bu dəqiqə. Oturup belə dırnaqlarımızı yeyirik ki, bu işləyəcək, düşəcək. Bir aya biz varlanmaq istəyir. Yox. Amma ki, tutalım ki, siz əgər 2 il ərzində hər ay 100 manat yatırsanız kriptoya, mən çox standart bir metod deyirəm. Hər ay 100 manat yatırsanız, 2 ildən sonra baxacaqsınız ki, o 2400 manat. Söhbət odur ki, o 2 il ərzində də o qiymət kifayət qədər yuxarı qalxacaq. Yəni ki, indi məsələn baxırıq ki, nə bilim, 30 mində artıq Bitcoin. Keçən indi 60 min idi məsələn. Amma 2 il bundan qabaq, yəni də 20 mindən aşağı idi. Baxırıq ki, o 2 il ərzində bizim etmiş olduğumuz yatırım da kifayət qədər yüksək məbləğdə bizə geri qayıdır, artır. Bu nə idi? Bu ayda 100 manat qırağa atmaq idi. Söhbət odur ki, bir başlayırsan bu kriptoyla, sabah gün sənin YouTube-un var, bir gün sən affiliate marketing başlayır.
dördüncü gün, bu gün elə dövran gəlib ki, bu var ha. Bununla, yəni ki, ağlınıza gəlməyəcək dərəcədə pullar qazanmaq olur. Nə bilim, SMM var bunun. Sən artıq başlayırsan başa düşməyə, alqoritmlər necə işləyir. Sabah üçün sən boş vaxtın əmələ gəlib başqa bir səhifə açırsan internetdə işlətməyə. Sən artıq baxırsan ki, o vaxtını əbəs yerə xərcləmirsən də. Sənə bu tutalım ki, 24 saat var da. Bu 24 saat nə? Deyək ki, işləyirsiniz. Çoxları işləyir bu video, əksəriyyət indi paftorla baxır. Tutalım ki, 24 saatın 8 saatını, 9 saatını biz işləyirik. Geridə qalır 15 saat. 15 saatın düşünək ki, 2 saatı getdi bizim yolumuza, işə gedib gəlməyə. Geridə qaldı 13 saat. 13 saatdan 8 saatını biz yataq. Qalır 5 saat. O 5 saatdan 2 saatını biz oynadıq gündəlik uşaqlarla, nə bilim, getdi təbii ehtiyaclarımızı ödəməyə falan. 3 saatını oynadım. Geridə qalır sənin 2 saatin. O 2 saatı biz nə edirik? O 2 saatı biz gəlirik, otururuq axşam divanda, baxırıq boş-boş şeylərə. Boş-boş, həqiqətən boş şeylərə baxırıq biz. Əksəriyyət ona baxır. Yəni ki, nə bilim, ya hansısa bir mənasız bir lenta bizi aparır. Hansısa bir kinoya baxmaq lazımdır, əla kinoya. Konkret filmə baxmaq lazımdır, həftə bir dəfə ki, o əla bir şeydir. Nəsə söyləyən. Yoxsa ki, o biz oturuq o seriallara baxmaqdır. O mənasız bayaq dediyim kontentlərə baxmaqdır. Prosta bu vaxtı itirməkdir. O oturursan belə divandakı o yeməyi də təzə yemisən, nətər yemisən sözünə gələ bilmirsən. Bu vaxtı düzgün xərcləmək lazımdır. Sənin gündəlik, məsələn, bugünkü gün bu 1 saat söhbət elədik də biz. Görürsünüz, 1 saatda insan nə qədər bilik əldə edə bilir, nə qədər dəyişə bilər. Nəinki mən, mənim kimi yəni bir çox insanlar var. Nə bilim, tək mən deyiləm, məndən qat-qat çox bilən insanlar var. YouTube-da var, nə bilim, TikTok'da var, Instagram'da var, Türk dilində danışan var, İngilis dilində danışan var, Rus dilində danışan var. Bu 1 saat necə ki, sənin indi həyatında təsir eləyə bilir, sən düşün, hər gün 2 saat sənin elə vaxtın var. Ay ərzində 60 saat edir. Yəni, bu 60 saatı sən düzgün istifadə etsən, 2 aya bu edir 120 saat. 3 aya eləyir 180 saat. Yəni 3 aydan sonra sən elə bir biliklərə sahib ola bilərsən ki, 3 aydan sonra həqiqətən də sənin kifayət qədər məlumatın olacaq ki, əlimdəki o 100 manatı mən necə, hara yatırım eləyib, 1 ildən sonra mənə 200 manat formasında qaytarızdıra bilərəm. Və o 100 manat mənim üçün də bir o qədər ağrı kəsb eləyən bir miqdar olmayacaq. İkincisi də mütləq şəkildə investisiyalarda məşğul olmaq istəyirsinizsə, vidalaşmağı bacarın. Tutalım ki, mən 100 manat nəyəsə yatırım edirəmsə, 1000 manat edirəmsə, 10.000 edirəmsə, ilk növbədə mən onunla vidalaşmalıyam ki, bu, yəni fərz edək ki, bu batdı, yoxdur. Ölgədə səhv investisiya elədim. Nə olacaq? Həyat davam eləmir? Yox. Zato, Rus demiş ki, mənə öyrədəcək nəyi necə etməməliydim. İtirmə qabiliyyəti olmayan insan heç vaxt qabağa gedə bilməz, heç vaxt qazanc əldə edə bilməz. Mən indiyə kimi bir dənə investor görməmişəm ki, hansı ki, heç vaxt itirməyibdir. Mən indiyə kimi bir dənə pullu şəxs görməmişəm ki, heç vaxt hansısa bir biznesi batmayıbdır. Mən indiyə kimi bir dənə uğurlu insan görməmişəm ki, hansı ki, keçmişdə uğursuzluğu dadmayıbdır. Belə deyim sizə. Və son olaraq da onu demək istəyirəm ki, bütün bu, düzdür, hər dərs belənçə belə bir məqam yoxdur, deyəsən ki, ən vacibli odur, ən vacibli odur. Baxırsan ki, bu həyat, bu pul, bu yanaşma, bu özünə hörmət, yaşamaq, bu möcüzələri görə bilmək, hamı baxır da, hər kəs görmür. O görənlərdən biri olmağı bacarmaq çətindir, amma bunun həzzi də başqadır, bunun gəliri də başqadır. Və burada bizə həmişə deyirəm, çox maneə törədə biləcək bir məqam var. Cəmaata ağıl vermək. Bu bildiklərimizi artıq yaymaq, bu kimsə sizə sual vermədikcə, kimsə sizə buyurmadıqca, ödəniş etmədikcə, kimsə sizi dindirmədikcə gedib heç bir yatmışı oyatmağa ehtiyac yoxdur. Yadırsan, sırf simvolik cəhətdən fikirləşin. Düşün, kimsə yatıb onu gəlirsən, oyadırsan. Ay, filan kəs, oyan, o durub nə edəcək? O durub sənə ürəyindən çıxan bütün sözləri deyəcək. Qoy yatım da, imkan ver yatım da, geri dönüşə bax, imkan ver yatım. Sən ona meşaç eləməməlisən. Oyanan zaten tez duran həmişə də tez sənin yanında olacaq və yaxud da ki, heç kimə də ehtiyacın yoxdur. Yəni, kimsə oyadasan, kimsə. Əsas odur ki, şükür eləməlisən, şükürdən çox minnətdarlıq eləməlisən həyata ki, sənə o imkanı yaratdılar ki, sən oyanasan.
Deməli, sən o məqamları keçmisən, o addımları atmısan ki, bu sənin hədiyyəndir ki, sənə o yolu açırıq, sənə o görmə qabiliyyətini veririk. İstər bu hansısa qoşulduğunuz kurs üzərində aldığınız biliklər olsun, istər bu hansısa bir yolda getdiyiniz maşın nömrəsindən gələn rəqəm olsun və s. və ilə axır. Və həmişə də təzə bilik gəldi, nələrsə biz öyrəndiksə, mütləq şəkildə onun testini yaşayacağıq. Əgər bizə bir bilik qırdısansa stereotipi, oturdusa bizə, başa düşdüksə, vav, bu nə yenilənməkdir. Sırf onun hadisəsini biz yaşayacağıq, o da bizim testimiz olacaq görək. Bizi yaradan test edəcək, nə dərəcədə biz hazırıq o biliyi artıq istifadə etməyə. İstifadə də edə bildik, hədiyyəsi bunun mükəmməldir, hədiyyəsi bunun dəhşətli dərəcədə gözəl bir şeylərdir. Əksər hallarda da puldur, deyim sizə. Oturursunuz belə, sizə sifariş gəlir. Hansısa bir tanış zəng edir, sizə iş verir. Hansısa bir tanış zəng edir, sizdən nəsə soruşur, nəsə elətdirmək istəyir. Bu məqamda da artıq bizdə ikinci problem yaranır, pul istəmək. Həmin o xidmətə görə bu haqda da gələn dəfələrdə danışarıq. Bu dəfəki belə danışımız biraz digər deyəcəkdim, fərqli oldu, dayanmadan danışdım. Sonra fikirləşəm, gələ həmişə dayanmadan danışıram. Necəsiz dostlar? Baxayım, suallarınız varsa qeyd edin qısa, onlara cavab vereyim. Deməli, yuxarıdan başlayaq. YouTube-a, deməli, bugün həyat hekayənizdən danışardı, zəhmət olmasa, çox maraqlı keçdiyiniz yollardan. Biraz danışdım, mən o qədər də çox vaxt xoşlamıram danışmağı öz həyatımdan, biraz belə nümunələr çox verəcəm zamanla. O da ki, onu isbat etməkdən ötürü ki, nə deyirəmsə, hətta deyirəmsə, yəni, ailəyə qədər yanaşmaq lazım, ya özüm bunları etmişəm deyənə deyirəm. Kim ki də, bilirsiniz nədən xoşum gəlmir? Çox vaxt baxırsan, kimsə deyir, psixoloqam. Başlayır belə çətin terminlərlə zadla danışmaq. Mən bilirəm, çox hamısını bilirəm o terminləri, necə illərdə oxuyuram. Sadəcə o qarşısına gələn insanın elə terminlərlə danışmağa başlayır. O insan belə baxır, deyir ki, mən nə hayda, sən nə hayda, nə bilim, filan nə bilim adlandırmalarla, dərmanlarla, elmi adlarla, yəni bu başa düşürsən ki, bu insanda ancaq nəzəriyyə var da, bu ancaq kitabını oxuyubdur, bu həyatda necə deyərlər, bəlkə boşa düşməyibdir bu insanlar. O bəlkə boşa düşməyib deyənə insan heç vaxt qarşıdakına kömək ola bilməz o nəzəri biliklərlə. Praktika mütləq şəkildə lazımdır, mütləq şəkildə. O da ki, həyat da özü praktikadır. Yəni sizin də həyatda keçmişdə belə deyim, nə qədər çox səhviniz varsa, nə qədər çox yanlışınız varsa, bugünkü gün bir o qədər çox yüksək potensialınız var ki, o hadisələri biliyə çöndərəsiniz. Deməli, YouTube-a girən kimi sizin videolarınızı birinci önərilərində görmək çox xoş olur mənə və notebookun mikrofonu ilə danışırsınız, ya xüsusi ayrıca mikrofon quraşdırıb. Hazırda notebookun mikrofonu ilə danışıram. Təşəkkürlər o xoş sözlərə görə. İbadətsiz ölüm qorxuludur. Bəli. İman, ibadət lazımdır. Bizim qəlbimizdədir, yaradan adı sevgimizdir. Deməli, indi başlayıb, deməli, cənnət və cəhənnəm, bunlar haqqında danışdıq. Bundan əvvəlki dərslərin, Elnur bəy, bu dərsin təkrarı 24 saat sonra göndəriləcək və onun içində bundan əvvəlki dərslər də olacaq, narahat olmayın. Deməli, Səidə xanım yazıb, super şokdayam. Mən də yeni qoşulmuşam, öncəki dərslərin rekordları olsaydı, bəli, olacaq, Fəqani bəy, olacaq, 24 saat sonra sizə göndərilir bunlar. Deməli, gözləntilərin üstündəsiniz, çox sağ olun, çox gözəl anlatırsınız, həqiqətən bu bir bacarıqdır. Təşəkkürlər, minnətdarım. İlk videoda bu qədər fikir dəyişikliyini başa düşdüm və başa düşdüm ki, dəyişə bilərəm, bunu bayaq oxuduq. Sizin kimi dəyərli müəllimlər var olsun, sizlər var olun, çox gözəl danışırsınız. Dünya və biz nə üçün varıq sualını özümə verib sakit düşünəndə 3-4 saniyəlik sözlə ifadə olunmayacaq dərəcədə vahimə bürüyür və donuram. Çox dəhşətli sual, bəli. Asbəy, əsasən mən o bayaq göstərdiyim şəkil, qalaktikalar. Mən həmişə ona baxıram, başa düşürəm ki, nə dərəcədə xırda bir şey və bu dərəcədə xırda bir varlığa yaradan necə
səs verə bilir. O vəhşi məni yəni, çox belə böyük ekstaza gətirib çıxardır. Tural bəy eyni ilə mən deməli təkdə edirik. Bəli, Vüsal bəy, təkdə edirik, cəmləşirik. Çiyin ilə razıyam. Psixoloji özümüzü hazır etməliyik. Mütləq. Bizim həyatda bizdən yaxşı yaşayan olmayacaq. Bizim həyatı yalnız və yalnız biz yaşaya bilərik. Biz də ki, düzgün yaşadıq, faydalı yaşadıq, ailəmizə də faydalı ola biləcəyik, uşaqlarımıza da, valideynlərimizə də və bundan sonra ətraf mühitə. Birinci növbədə sənsən, yəni paxıl olmalısan, yaxşı mənada. Sənə yaxşı olmalıdır ki, ətrafa yaxşı olsun. Yəni sənə pis olsa, istəmədiyin bir işdə işləsən, istəmədiyin bir şeylə məşğul olsan, tutam ki, o vəziyyətdəsənsə də artıq dəyişmək vaxtıdır. Müəyyən səviyyə bir o vəziyyətdə qalmalısan, müəyyən bir müddət ərzində. Oradan gələn gəlirinlə və yaxud da formalaşan sənin reallığını artıq yavaş-yavaş keçid eləməlisən. Yəni, orada qalmaq səni məhv eləyəcək. 2 YouTube kanalı açdım, ikisində demək. Bu gələn dərsimizdir. Deməli, çox maraqlı keçdi. Əla, minnətdaram. Çox sağ olun. Bir gündə Amazon FBA üzrə dərs olsa əla olar. Kamran bəy, bu bir dərslik mövzu deyil də. Amazon FBA üzrə dərs bir ümumilikdə götürsək, gəlib çıxar o bir 15 dərsə. Ola bilsin, indi vaxt olsun, yaxın gələcəkdə. Əlimizdə dropshipping fəaliyyətləri var. O biraz çox vaxtımız var. Yaxın olsa gələcək vəziyyətdə istəyirəm bir dənə elə sıfırdan Amazon mağazası açmaq prosesinin üzrə bir kurs başlayım. Canlı olaraq mən hər şey eləyəcəm, o kursu iştirak edənlər də görəcək. Məhsul sifarişindən gətirməyə kimi Amerikaya. 09 tarixində maillər keçən dərslərin linkləri göndərilib, hamı yoxlasın. Bəli, göndərilib. Deməli, 2017-ci il arasında idi, birinci kanal suallarına gələn dəfə qazanc suallarını, bu dərsdə ancaq psixoloji məqamlardan danışırıq. Büdcənin bölünməkdən də danışarsınız, zəhmət olmasa. Tamam, danışarıq, gələn dərslərdə danışarıq. Deməli, 3-4 nəfər açıb 500 azəndə YouTube kursunu ala bilərikmi? Yəni, mən kursu alıb sonra o biriləri linkini ata bilərəmmi? Eləyə bilərsəm, o birilərin ödəniş eləməyi lazımdır. Eləyə bilərsiniz, amma ki, o qalıb artıq sizin insafınıza. Bu, bir nəfər üçün nəzərdə olunan kursdur. Bir nəfər, 5 nəfər, 5 nolu ödənişdir, o tet-a-tetdir. Yəni ki, o dərslərdə yalnız o insanla görüntülü əlaqə yaradılıb, onunla danışıram. Həmin o insanın ideyası üzrə ona məsləhətləri verirəm ki, necə eləməlidir. O bir insanlara aid olmayacaq o. Həmin o insanın bacarıqlarına aid olacaq. Yəni, o bizlər belə deyim də, hətta baxsad ona, o insanın bacarıqları deyən heç o bizlərə uyğun gəlməyəcək. Belə deyə bilərəm sizə. Mən həm anamı, həm atamı itirdim, boşandım, bir qızım var, amma bütün keçmişim mənə böyük bir dərs verdi. İndiki günümə gəlib çatmağımda, indiki mən olmağımda böyük rolu var. Keçmişimə minnətdaram bu yolu keçdiyim üçün. Alimentə baxsam da ancaq artıq özümü və gələcəyimi necə yatırım edə biləcəyimi öyrənməyə başlamışam. Bu da mənə çox zövq verir. İlk növbədə də sizin sayənizdə təşəkkür edirəm qarşımıza çıxdığınız üçün. İndiki günümdə minnətdaram. Əhsən sizə, Gönül xanım. Əhsən bizim cəmiyyətimizdə nə qədər sizin kimi xanımlar çox olsa, bir o qədər qabağa gedəcəyik. Yeni ilə də bu tip hünərli düşüncəyə gələn kişilər. Gəldim, sadəcə salam verim, inanıram ki, gözəl dərs olub. Bəli, Əzamin bəy. Ödəniş etməyənlər heç bir zaman fayda ala bilməzlər. Çünki pul enerjisi ötürücüdür. Təbii. Dostlar, zəhmət olmasa bir də son məqam fikirlərinizi bildirərdiniz. Kim nə dərəcədə razı qaldı. Kim nə təəssüratlar yaşayır, bölüşdün zəhmət olmasa. Yenə feyziyab edirsiniz mənə. Bugün ayın neçəsi? Bugün ayın 12-sidir. 12 aprel tarixində kursumuzda iştirak edənlərin rəyləri
Deməli, yuxarıdan başlayaq. Super idi. 20 manata bu qədər bilgi ehsan deməkdir. Allah qəbul etsin. Çox sağ olun. Çox maraqlı keçdi. Çox əla, gözəl, dərindən minnətdaram. Hər zaman sizi dinləmək istərdik sizi. Hər dərs bir-birindən möhtəşəm keçir. Var olasınız. Очень приятно слушать. Спасибо. Biliklərinizi bölüşdüyünüz üçün sağ olun. Dərs super keçdi. Nə yaxşı ki varsınız. Yaxşı ki sizi tanıdım. Çox təşəkkür edirəm. Razı qaldım. Allah razı olsun. Fikirlərin üstə düşməsi həqiqətən də möhtəşəm oldu və konkret qeyri-iradi və qeyri-adi bir motivasiya oldu. Hər dərs olduğu kimi yenə də əla oldu. Çox sağ olun. Super. Həmişə kimi təşəkkürlər. Super keçdi. İnternet aləmində bu işlə məşğul olub bu kursda iştirak etməyən çox şey itirir. Çox sağ olun. Minnətdaram. Növbət dərsimiz bazar günüdür. Bazar günü YouTube'da artıq. Yəni o da yeni qoşulanlara yəni bir daha deyim də psixologiya dərsimizdə sırf psixologiyadan danışırıq. Sırf biznes dərsimizdə sırf biznesdir. Yəni bir-birinə ümumiyyətlə qatmıram da bunları ki, yəni nə onun vaxtından geçsin, nə bunun vaxtından geçsin. Samir bəyin də son yazısını oxuyaq. Bayaq dediyiniz ideya super idi. Yəni Amazon seller hesabını açmaq və sonradan FBA ilə məhsulu. Yəni fikir belədir ki, çünki başqa yolu yoxdur ona görə. Ona da ki, vaxt lazımdır, aydın məsələdir. Olsun, yəqin ki, bu təsadüf eləyəcək bir ay, yarım, 2 aydan sonra alınsa, heç nədə, yəni bu kurs başlayacaq eləncə, o da belə abunəli xidmət olacaq çox münasib qiymətə. Orada da başlayacaq, sıfırdan necə açmaq lazımdır, şirkəti necə açmaq lazımdır, yəni bütün o kurs ərzə görəcəksə, mən nələrə pul xərclədim, nə baş verdi, nə məhsul tapdım, necə gətirdim Amazona, necə satdım və s. və ilaxır. Belə. Dostlar, sağ olun. Bu dərsin də təkrarı. Shopify kursları olacaq deyəndə, bilmirəm, hələ ki vaxtımız yoxdur. O keçmiş kursların videosunu göndərə bilərik, ödəniş olunsa. İndi hal-hazırda yoxdur. Shopify-ın öz mağaza qurulma kurslarını yükləyirəm YouTube-a. Sağ olun dostlar, özdən müğayət olun. Bu dərsin təkrarı göndəriləcək 24 saat sonra sizə və həmin o e-mailda da keçmiş dərslərin linkləri də olacaq ki, onları da girib yükləyə bilərsiniz. Özünüzə müğayət olun, hamıya bol şans.